Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin qurulmasına, dövrün tələbinə uyğun olaraq yeni istiqamətlər üzrə inkişaf etdirilməsinə xüsusi önəm verməsi bugünkü reallıqlarda özünün aydın göstərir, aydın ifadə edir və xarici siyasətimizin prioritet istiqamətlərindən biri də qonşu dövlətlərlə əlaqələrin yüksək səviyyədə qurulmasıdır. Bu baxımdan strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə uğurlu inkişafı ilə diqqət çəkir və bu günlərdə Gürcüstanın baş naziri İrakli Kobaxidze xatırlayırsınız bir müddət əvvəl Azərbaycana işgüzar səfərə gəlmişdi və bir daha iki dost, qardaş ölkənin tarixi köklərə söykənən əlaqələrini geniş təhlilinə imkanlar yaratmışdı və bu səfərin özəlliyi münasibətlərimizin inkişafında rolu daha da artırmaqdır və belə ki, Gürcüstanın baş nazirinin ölkəsində keçirilən parlament seçkilərindən sonra ilk xarici səfəri idi bu, məhz Azərbaycana. Bu dəfə də isə Gürcüstanın prezidenti Qavilaşvili Azərbaycana səfər edəcək və yeni mərhələdəki münasibətlərimizdən danışırıq. Qonağı millət vəkili və beynəlxalq münasibətlərin təhlili mərkəzinin üzvü Gülşən Paşayevadır. Gülşən xanım, salam, xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. Maraqlısı odur ki, Gürcüstan tərəfinin həm Kobaxidzenin, həm Qavilaşvilinin ilk rəsmi səfəri məhz Azərbaycana, qonşu Azərbaycana reallaşdırılır. Bu, əslində bu mərhələdə, baxın, Qərblə və Rusiya ilə münasibətlərin gərgin olduğu bir vaxtda biz belə də ifadə edə bilərikmi, artıq Gürcüstan özünə bir müstəqil yol seçib və Gürcüstanın atdığı addımlar bir növ Azərbaycanın nümunəsindən bəhrələnir. Yaxşı sualdır. Mənə elə gəlir ki, əlbəttə, bugünkü reallıqda əgər biz götürürüksə, məhz məncə 20-ci ildə Azərbaycanın 2-ci Qarabağ müharibəsindən sonra qələbəsi, ümumiyyətlə Cənubi Qafqazın yeni konfigurasiyaya qədəm qoymasına gətirib çıxartdı. Yəni, biz əgər sizi ilə baxırıqsa, 20-ci ildəki müharibəyə qədərki dövr və sonraki, biz burada artıq bu son 5 il ərzində baş verən prosesləri izləsək, görəcəyik ki, əlbəttə, həm Gürcüstanın daxilində baş verən proseslər, həm də kənardan təsirlərin nə dərəcədə Gürcüstanın üzərində əlbəttə cəmləşməsi və fokuslaşması prosesləri göz önündədir. Yəni, belə baxsaq, məhz parlament seçkilərindən sonra, belə götürsək, məhz 24-cü ilin oktyabrında Gürcüstanda və Gürcü arzusunun hakimiyyətdə qalması əlbəttə ki, bir tərəfdən Qərbin bu ölkəyə qarşı müəyyən sanksiyalar tətbiq etməsinə gətirib çıxartdı. Yəni, həm orada keçmiş prezident tərəfindən aparılan siyasət, həm ölkənin içərisində baş verən proseslər əlbəttə bugünkü iqtidar üçün müəyyən mənada ölkə daxilində müəyyən çətinliklərlə rastlaşmasına gətirib çıxartdı. Ancaq son dövrlərdə bu proseslər artıq səngiməkdədir, belə götürsək. Və bu mənada mənə elə gəlir, Avropa İttifaqının da bu istiqamətdə Gürcüstana müəyyən təzyiqlər göstərməsi də bu ölkənin müəyyən çətinliklərlə qarşılaşmasını göstərir. Ancaq Azərbaycan belə bir dövrdə və Azərbaycan iqtidarı bu dövrdə daim özünün Gürcüstana çox yaxın bir dövlət kimi göstərməsi, ona dəstək verməsi və bu çətin dövrdə bu ölkənin ən yaxın tərəfdaşı həm strateji baxımdan, həm də ki, etibarlı bir belə baxanda qardaş dövlət olaraq bu ölkəyə münasibəti əlbəttə ki, həm ölkənin hakimiyyət iqtidarı tərəfindən, ona görə siz qeyd etdiyiniz kimi, həmin ölkənin deməli baş naziri İrakli Kobaxvilinin yanvarın 17-sində Azərbaycana ilk rəsmi səfər etməsi məhz seçkilərdən sonra. Eyni zamanda doğrudan da bugün və sabah artıq Azərbaycana reallaşacaq Gürcüstan prezidenti Mikhail Qavilaşvilinin də Azərbaycana məhz ilk dəfə rəsmi səfər etməsi olduqca vacib, rəmzi bir məna daşıyır. Nə üçün? Adətən ilk səfərləri dövlət başçıları o ölkələrə edirlər ki, onlarla çox yaxın münasibətləri var. Bu mənada doğrudan da bugünkü reallıqda Cənubi Qafqazda Azərbaycan və Gürcüstan arasındakı münasibətlər olduqca böyük bir önəm daşıyır və bu haqda Azərbaycan prezidenti İlham Əliyev də məhz bu yaxınlarda ADA Universitetində təşkil edilmiş konferansda da məhz Gürcü iştirakçısı Viktor Kipiani tərəfindən verilən sual da o məsələyə qayıtdı və qeyd etdi ki, Gürcüstan Azərbaycan üçün strateji bir tərəfdaşdır. Biz bu ölkəni çox yüksək öz münasibətlərimizi, bütün siz qeyd etdiyiniz istiqamətlərdə doğrudan da həm siyasi dialoq
istiqamətində, həm iqtisadi baxımdan, həm ümumiyyətlə belə götürsək iqtisadi baxımdan nəinki energetika və logistika istiqamətində aparılan siyasət bizim ölkələrimizin inkişafına və ümumiyyətlə Cənubi Qafqazın da bu elə bir ki bölgədə sülh və inkişaf istiqamətində daha da bu münasibətlərin dərinləşməsi ona gətirib çıxara bilər ki, bu ölkələr də indi gələcəkdə bu bölgənin daha da inkişaf etməsində olduqca maraqlıdırlar və Ermənistandan da əlbəttə onlar öz konstitusiyasında müvafiq dəyişikliklər etsələr və Minsk qrupu nəhayət ləğv edilsə bir dəfəlik rəsmi olaraq, onda Ermənistan da bu prosesə qatıla bilər. Cənab Prezident bu fikrini də orada qeyd etdi. Yəni bu onu göstərir ki, Cənubi Qafqazın inkişafı baxımından Azərbaycan və Gürcüstanın yaxın münasibətlərinin həm dərinləşməsi, həm də genişləndirilməsi bu proseslərə təkan verir. Gülşən xanım, Cənubi Qafqazdan siz danışdınız. Mən Cənubi Qafqazın inkişafı istiqamətindəki aparılan işlərin üzərində biraz dayanmaq istəyirəm və istərdim ki, elə bax bu istiqamətdə bir təhlilli informasiyanı da izləyicilərimizə çatdırasınız. Antalyada diplomatiya forumu keçirildi və bu diplomatiya forumunda Cənubi Qafqazın Xarici İşlər Nazirləri 3 ölkənin həmin o plenar sessiyada iştirak etdilər. Söhbət Azərbaycandan, Ermənistandan və Gürcüstandan gedir. Bir sıra məsələlər, bir sıra fikirlər səsləndirildi və təbii ki, Ceyhun Bayramovun da çox kəskin cavabları oldu Ararat Mirzayana. Nəticə etibarilə Cənubi Qafqazda aktor ölkəmiz Azərbaycandır. Biz bunu görürük. Gürcüstan artıq müstəqillik istiqamətində işləri öz üzərinə götürüb, artıq heç bir tərəfdən tapşırıq almır desək, yəqin ki, yanılmarıq. Siz vurğuladınız ki, Ermənistan da prosesə cəlb oluna bilər, amma havadarlardan uzaqlaşsa, bunu Gürcüstan bir növ Azərbaycanla münasibətlərin inkişafında necə məcbur edə bilər Ermənistanı? Çünki Ermənistan burada tək yaşamır. Başqa ölkələr də var. Biz də varıq, Gürcüstan da var və o məsuliyyəti dərk etməsi üçün Gürcüstan necə bir missiyanı üzərinə götürə bilər və yaxud da götürə bilərmi? Gürcüstan belə götürəndə onsuz da o missiyanı həmişə qeyd edir ki, biz götürməkdə maraqlıyıq. Yəni onlar doğrudan da bu bölgənin bir vacib dövləti kimi həm Azərbaycan, həm də Ermənistanın da sülhə gəlməsində real şəkildə təbii olaraq maraqlıdırlar. Çünki məhz bu cür əgər biz sülhü nəhayət əldə etsək, bizim bölgə də nəhayət bir siyasi bir bölgə kimi gündəmə gələ bilər. Yəni belə də indiyə qədər Qarabağ münaqişəsinin olması həmin bu bölgənin fraqmentar şəkildə iki yerə bölməsinə gətirib çıxartmışdı. Çünki Azərbaycan və Ermənistan bir-biri düşmən vəziyyətdə idilər və Azərbaycanın 20% ərazisi işğal edilmişdi başqa bir dövlət tərəfindən. Yəni bu bölgədə mövcud olan Ermənistan tərəfindən belə götürsək. İndi isə reallıqda əgər Azərbaycan özü bu məsələni həll elədisə və biz öz həm ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa edəndən sonra artıq reallıq tamamilə dəyişib, mən əvvəldə qeyd etdiyim kimi, yəni 20-ci ildən sonra artıq bu bölgənin də siyasi bir bölgə kimi gündəmə gəlməsində də müəyyən real artıq əsas var. İndi söhbət ondan gedir ki, Gürcüstan daim bu məsələni qeyd edir və hətta bir neçə dəfə yadınızdadırsa, onlar məhz Azərbaycan və Ermənistan hətta Gürcüstanda görüşməsini, bu mənada Xarici İşlər Nazirlərində belə görüşləri ilk dəfə Tbilisdə baş vermişdi. Yəni belə götürsək, o iki tərəfli formatın əsasını da belə baxanda Gürcüstandan götürmək olar. Çünki Gürcüstan daim bax bu mənada bir, necə deyim, yer olaraq, bir məkan olaraq bu görüşlərin, ümumiyyətlə iki tərəfli münasibətlərin formalaşmasında Azərbaycan və Ermənistan arasında və bu dialoqun davam etməsində həmişə maraqlı olub və indi də onlar onu daim qeyd edirlər. Siz bayaq qeyd etdiyiniz Antalya forumunda da həmin 3 Xarici İşlər Nazirliklərinin birgə deməli müzakirə etdikləri Cənubi Qafqazın regional inteqrasiyası ilə bağlı həmin o panel müzakirədə də məhz Gürcüstanın Xarici İşlər Naziri Maka Boçurishvili də bu fikirlə çıxış etdi ki, Gürcüstan tam mənada maraqlıdır ki, Ermənistan və Azərbaycan arasında nəhayət sülh əldə edilsin. Çünki bu ümumiyyətlə regionun daha sürətlə inkişafına və ümumiyyətlə bu ölkələr arasında münasibətlərin həm iqtisadi baxımdan, həm siyasi baxımdan tamamilə yeni bir mərhələyə keçməsinə gətirib çıxara bilər. Və Gürcüstan bu tərəfdə öz tərəfindən
əlindən gələni edir. Söhbət Ermənistandakı proseslərdən gedir ki, həm Ermənistanın daxilində baş verən proseslər, həm də xaricdən, mən bayaq qeyd etdiyim Avropa İttifaqının məsələn Gürcüstana göstərdiyi təzyiqlər və eyni zamanda Avropa İttifaqının məhz Ermənistanda da möhkəmlənməsində maraqlı olması bu mənada əlbəttə ki, müəyyən çətinliklər yaratmaqdadır və eyni zamanda cənab prezident də öz çıxışında məhz mən bayaq qeyd etdiyim ADA konfransında qeyd etdi ki, hələ də bir sıra ölkələr Cənubi Qafqazda ayrıcı xətlərin qalmasında, yəni mən bayaq dedim, əvvəl Qarabağa görə, bu münaqişəyə görə Cənubi Qafqaz fraqmentar ayrılmış bir vəziyyətdə idisə, indiki reallıqda da yenə də müvafiq qüvvələr bu ayrıcı xətlərin qalmasında maraqlıdırlar və əlbəttə ki, həm Azərbaycan, həm də Gürcüstan çox maraqlıdır ki, belə ayrıcı xətlər olmasın. Və ona görə də mənə elə gəlir ki, bu bizim münasibətlərimizin daha da genişlənməsi, artması və bu cür səfərlərin həyata keçirilməsi onu göstərir ki, hər iki ölkə məhz bu istiqamətdə birgə fəaliyyət göstərməkdə maraqlıdır. İndi biz müzakirə edirik və Prezident İlham Əliyevin bir cümləsini xatırladım. Gürcüstana səfəri zamanı, sonuncu səfəri zamanı, hələ onda baş nazir İrakli Qaribaşvili idi. Mətbuata bəyanatla çıxış edən zaman Prezident İlham Əliyev vurğulamışdı ki, maraqlı olar ki və daha məsləhətli olar ki, Gürcüstan kimi qonşu ölkələr prosesin birbaşa iştirakçısı olsun, nəinki 3-cü, 4-cü və yaxud da dünyanın başqa bir yerində yerləşən Fransa kimi və digər ölkələr kimi dövlətlər. Bax, Prezident İlham Əliyev də bunu vurğulamışdı və növbəti bugün və sabah yeni seçilən prezident hansı ki təzyiqlərlə o hakimiyyətə gəldi, həm Amerika Birləşmiş Ştatları tərəfindən, həm Avropa İttifaqı tərəfindən ona qarşı bir növ qərəzlə nümayiş olunurdu desək yanılmarıq, Azərbaycana səfər edəcək və bu ilk rəsmi səfəri olacaq onun. Bundan sonraki istərdim münasibətlərimizi bir növ təhlil edəsiniz. Proqnozlar nəyi deyir və perspektivdə nələr var? Mənə elə gəlir ki, əgər biz gələcəyə baxırıq, ən azı nəzəri baxımdan, bir tərəfdən biz sevinməliyik ki, məsələn, bu ilin əvvəlindən, yəni 17 yadınızdadırsa mən qeyd etdiyim kimi yanvar, məhz Gürcüstanın baş naziri İrakli Kabaxidze Azərbaycana səfər etdi və həmin dövrdə dövlətlər arası, hökumətlər arası 10-cu deməli görüş də keçirildi iqtisadi baxımdan. Yəni biz burada siz bayaq çox gözəl göstərdiniz o məlumatı ki, iki ölkə arasında nə dərəcədə deməli iqtisadi baxımdan, energetika, logistika baxımından böyük layihələr həyata keçirilir və bu baxımdan əlbəttə o layihələrin sayı da arta bilər, bu münasibətlər iqtisadi baxımdan daha da genişlənə bilər. Söhbət ondan gedir ki, bir tərəfdən biz əgər orta dəhliz layihəsini götürürüksə, bu istiqamətdə həm Azərbaycanda, həm də Gürcüstanda infrastrukturun daha da inkişaf etdirilməsi, rəqəmsallaşmasına dair bir sıra işlər aparılır. Bu baxımdan məsələn götürsək Bakı-Tbilisi-Qars dəmir yolunun bir tərəfdən ümumiyyətlə belə götürsək ötürmə qabiliyyətinin artıq 5 milyon tona qədər qalxması da bu yeni bir artıq reallıqdır ki, cənab prezident də bu haqda bir neçə dəfə öz çıxışlarında qeyd edib. Yəni eyni zamanda Cənubi Qafqaz baxımından, məsələn dəhliz baxımından təbii qazın Azərbaycandan Gürcüstan vasitəsilə tranzit yolla birbaşa Avropaya ötürülməsi, bu da özünə görə keçən il 25 milyard kubmetr qaz ötürülmüşdür və Gürcüstan da məsələn ilk ölkə olaraq Azərbaycandan məhz məsələn 12 ölkənin təbii qazla təchiz edilməsində böyük rol oynamışdı. Yəni bu onu göstərir ki, həm energetika sahəsində, həm belə götürsək deməli yaşıl enerji baxımından da Azərbaycan və Gürcüstan arasında müəyyən mənada maraqlı layihələr həyata keçirilməkdədir və bu davam da etdiriləcək. Çünki əgər biz sizi ilə gələcəyə baxırıqsa, eyni zamanda Mərkəzi Asiya ölkələrindən də bu istiqamətdə müəyyən fəaliyyət aparılır Azərbaycan tərəfindən və əgər biz yaşıl iqtisadiyyatla bağlı, dəhlizlərin yaradılması ilə bağlı həm Xəzər dənizindən, həm də Qara dəniz vasitəsilə bu artıq dəhlizlərlə həm Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa istiqamətində doğrudan da yeni böyük, daha iri deməli layihələrin gündəmə gəlməsi həm logistika, həm də energetika baxımından real görsənir və bu əlbəttə ki, hər iki ölkənin bu proseslərdə rolunu göstərir və yadınızdadırsa bu mənada bir məsələyə də mən istərdim diqqət vermək. Məhz həmin o Mərkəzi Asiya ölkələri ilə bu yaxında Avropa İttifaqı arasında bir görüş də keçirildi, yadınızdadırsa və həmin o görüşdə qeyd edilmişdi ki və cənab prezident də onu öz çıxışında orada da qeyd etdi ki,
həmin o Kipianiyə cavab verəndə o suala ki, bəs Avropa İttifaqı daim məhz belə bir orta dəhlizin inkişaf etdirilməsində, məsələn, Azərbaycan, Ermənistan və Ermənistan-Türkiyə arasında sərhədlərinin açılması məsələsini o qaldırmışdı, xanım Ursula von der Leyen. Ancaq cənab prezident dedi ki, artıq o dəhliz mövcuddur və o dəhliz Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən hal-hazırda fəaliyyətdədir. Yəni, söhbət ondan gedir ki, əlbəttə, Avropa İttifaqı bugün Gürcüstanı hardasa elə bir ki, müəyyən mənada itham etmək, onu qırağa qoymaq istəyirsə də, biz Azərbaycan olaraq bu məsələdə əlbəttə olduqca diqqətliyik ki, biz eyni zamanda real faktları göstərək. Real fakt odur ki, orta və dəhliz hal-hazırda fəaliyyət göstərir və bu mənada bu faktı danmaq qeyri-real göstərir. Əlbəttə, gələcəkdə əgər Ermənistan və Azərbaycan arasında doğrudan da sülh haqqında saziş imzalanarsa, gələcəkdə bizim münasibətlər normal bir vəziyyətə düşərsə, gələcəkdə paralel olaraq başqa bir, elə bil ki, belə götürsək, Cənubi Qafqazdan keçərək Avropaya gedən dəhlizlər həm İran vasitəsilə, həm də Ermənistan vasitəsilə mümkün ola bilər. Yəni, söhbət ondan getmir ki, bu mümkün deyil. Ancaq o gələcəyin ideyalarıdır, siz qeyd etdiyiniz kimi gələcəkdə nə baş verə bilər. Ancaq bugün reallıqda bu artıq mövcuddur. Yer gəlmişkən, İlham Əliyev də, Prezident İlham Əliyev də vurğulamışdı ki, hazırda proseslər Gürcüstan üzərindən reallaşdırılır, amma Ermənistan da bu prosesin bir parçası ola bilər, onda Cənubi Qafqaz daha da inkişaf edər. Gülşən xanım, təşəkkür edirəm, çox sağ olun suallarımızı cavablandırdığınız üçün və təhliliniz üçün. Vurğulayım ki, studiyada qonağım, müsahibi, millət vəkili, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Gülşən Paşayeva idi və biz onunla birlikdə Azərbaycan-Gürcüstan münasibətlərini müzakirə etdik və bir daha vurğulayım ki, Qabil Afşarishvili, Gürcüstanın prezidenti bugün və sabah Azərbaycanda səfərdə olacaq.